Cümə kimlərə vacibdir? Yəni kimlərin üzərində vacibdir ki, cüməyə getsinlər? Cümə vacib olmağı alimlər zikr ediblər şərtlərini. Kimə vacibdir, kimə vacib deyil. Bəzi alimlər hətta bölüblər. Deyiblər, bəzi şərtlər var ki, hansı ki, ittifaq edib alimlər o şərtlərdə. Bəzi şərtlər var ki, hansılar alimlər ixtilaf ediblər. Amma Peyğəmbər s.ə.v-dən varid olan hədisə nəzər salsaq, Peyğəmbər s.ə.v buyurur ki, cümə namazı vacibdir hər bir müsəlmana, cəmaatla. Hədisdə cəmaat sözünə vurğulayır. Peyğəmbər s.ə.v buyurur ki, cümə namazı vacibdir hər müsəlmana, cəmaatla. Yalnız qul istisnadır, qadın istisnadır, uşaq və xəstə istisnadır ondan. Cümə namazı vacibdir müsəlmana, ağlı başında olan insana. Həddi buluğa çatanda. Bəli, həddi buluğa çatanda baxmayaraq ixtilaf ediblər, lakin o da həddi buluğa çatmışa da vacibdir. Həmçinin kişi olmalıdır, yəni qadına vacib deyil, lakin gəlsə cümə namazına savabını alır. Qadın İstəsə gəlməyə gələ bilər, lakin alimlər buyurur ki, qadın üçün evi daha əfsəldir onun üçün. Evi daha əfsəldir onun üçün. Lakin gəlsə savabını alır, çünki bəzi hədislərə gəlib ki, Peyğəmbər s.ə.v-lə cümə namazının əhkamlarını qadınlar nəql edib. Bəzi hədislərdə deyib, qadınlar Peyğəmbər s.ə.v-lə namazda iştirak edib, gördüklərini nəql ediblər. Və cümə namazının əhkamları çoxdur və ədəbləri də çoxdur. Çoxsu, yəni sünənlərdə, səhih əsərlərdə, hədislərdə varid olub. Qüsl almaq kimi, ətir vurmaq kimi, misvak istifadə etmək kimi, həmçinin fəzilətlərindən piyada getmək də, yəni minikdə yox, piyada getmək də var. Peyğəmbər s.ə.v buyurub ki, kim cümə namazına gəzərək gedərsə, ona bir ilin orucunu və qiyamını qılmış kimidir. Belə bir savab da var Peyğəmbər s.ə.v-lə varid olan hədislərdə. Həmçinin tez gəlmək haqda hədis var. Kim cümə namazına tez gələrsə, yəni birinci saatında gələn üçün Peyğəmbər s.ə.v qurban kəsməklə sanki namazı cəm edib. Kim cümə günü birinci saatında gələr, sanki dəvə qurban kəsmiş kimidir. İkinci saatında gələn üçün inək kəsmiş kimidir. Üçüncü saatında gələn qoyun kəsmiş kimidir. Dördüncü saatında gələn toyuq kəsmiş kimidir. Beşinci saatında gələn yumurta sədəqə etmiş kimidir. Və sonra nə deyir? Sonra deyir mələklər, elə ki imam gəldi minbərə oturdu, mələklər gələr kitabı bağlayar. Yəni bu göstərir ki, mələklər cüməyə gələnləri yazırlar. Qeyd alırlar. Elə ki imam gəldi, oturdu, artıq kitabı bağlayıb və ya yazıqlarını bağlayıb oturub xutbəyə və ya Allahın zikrinə qulaq asırlar. Allah razı olsun sənə qardaş.